Skoliozun müalicəsində nəfəs məşqləri nə işə yarayır və niyə bu qədər vacibdir? Skolioz onurğanın sadəcə frontal müstəvidən baxdıqda yanlara doğru əyilməsi deyil. Bu prosesə eyni zamanda vertebral rotasiya da qoşulur. Yəni onurğa həm əyilir, həm də fırlanır. Bu rotasiya qabırğaların yerləşməsini dəyişir. Bir tərəf qabırğalar sıxılır, digər tərəf isə normaldan daha çox açılır. Nəticədə nəfəs alanda hava bərabər paylanmır. Normalda nəfəs alanda qabırğalar hər iki tərəfdə 3 istiqamətə, yanlara, yuxarı və arxaya doğru genişlənməlidir. Skoliozlu bir döş qəfəsində bir tərəf tamamilə açılıb genişlənə bilmədiyi üçün həmin nahiyədə ağciyər genişlənməsi az olur. Bu isə həm bədənin balansını pozur, həm də əyriliyin sabitləşməsinə səbəb olur. Müalicədə nəfəs məşqinin məqsədi məhz bu bağlı tərəfi aktivləşdirməkdir. Qabırğalardakı hərəkətlilik artdıqca onurğadakı gərginlik azalır və duruşumuz daha stabil olur. Qabırğaların 3D genişlənməsi həm rotasiyanı azaldır, həm də torakal nizamlanmanı yaxşılaşdırır. Bu da öz növbəsində postural stabilizasiyanı gücləndirir. Yəni, nəfəs sadəcə bir nəfəs deyil. Bu, skoliozun biomexanik korreksiyasının əsas hissəsidir. Bir sözlə, düzgün nəfəs, düzgün qabırğa hərəkəti, güclü əzələ və daha stabil onurğa.